Salam aleykum hər kəsə. Günlərin bir günü balıq dondurucu fabrikində həmişə yaxşı, çalışqan bir işçi kimi yadda qalan işçi iş gününün sonuna az qalmış böyük kamera soyuducuya yük qoyduğu anda təsadüfən qapı bağlanar. Nə qədər qapını döysə də, qışqır-bağır salsa da iş gününün sonu olduğu üçün onun köməyinə heç kim getməz. Dondurucu soyuq artıq onun iliklərinə işləməyə başlamışdı. O, hamının evə gedəcəyi bir vaxtda soyuducuda qaldığı ilə barışıb öz ölümünü gözləməyə başladı. Sakitcə soyuducu kameranın yerində əyləşdi və çox keçməyərək qapı açıldı. Qapını açan isə fabrikin gözətçisi idi. Bu hadisə böyük səs-küyə səbəb oldu. Fabrikin sahibi işçilər önündə gözətçiyə mükafat verdi və belə bir sual söylədi. Sən hardan bildin ki, bizim bu işçimiz hələ zavoddan çölə çıxmayıb? Cavab isə çox gözəl və təsirli idi. Gözətçinin cavabı belə idi. Mənə bu zavodda işdən çıxan heç bir kəs nə salam verməz, nə də halımı soruşmaz. Bu işçilərin içində yeganə işçi o idi ki, hər gün evə gedəndə mənlə salamlaşar, kefimi halımı xəbər alar, sonra evə gedərdi. Həmin gün isə o görünmədi. Mən adım kimi əmin idim ki, onun başına nəsə gəlib və o fabrikin içindədir. Ona görə də onu axtarıb soyuducuda tapdım. Yaxşılıq ağıllarda, qəlblərdə iz salır. Adi bir xoş söz buzları əridir. Hətta açılmayan qapıları belə açır. Əli Sürməlidən gözəl bir söz hamımızın yadında qalıb. Yaxşılıq yaxşıdır. Çalışın, yaxşılıq edin və qarşınıza həmişə yaxşılıqlar çıxsın. Hələlik.